Ayaq barmaqlarınızdakı tüklər sağlamlığınızdan xəbər verir. Bir çox insan ayaq barmaqları və oynaqlar üzərindəki tükləri əhəmiyyətsiz hesab edir. Lakin mütəxəssislər bildirir ki, bu tüklər bəzən orqanizmin ümumi sağlamlıq vəziyyəti haqqında xəbər verir. Həkimlərin sözlərinə görə ayaq və barmaqlarda tüklərin normal şəkildə uzanması həmin nahiyələrdə qan dövranının kifayət qədər yaxşı olduğunu göstərir. Sağlam qan dövranı sayəsində oksigen və qida maddələri tüklərin köklərinə çatdırılır və onların inkişafı dəstəklənir. Bununla yanaşı, ayaqlarda və ya barmaqlarda tüklərin seyrəkləşməsi və ya tamamilə yox olması bəzi hallarda qan dövranı problemləri ilə əlaqəli olur. Xüsusilə periferik damar xəstəlikləri zamanı aşağı ətraflara qan axını zəiflədiyindən bu cür dəyişikliklər müşahidə olunur. Mütəxəssislər vurğulayır ki, ayaq tüklərinin az olması tək başına hər hansı xəstəliyin göstəricisi sayılmır. Bu vəziyyət genetik xüsusiyyətlər, yaş və hormonal dəyişikliklərlə də bağlı olur. Buna baxmayaraq, orqanizmdə baş verən dəyişiklikləri izləmək və şübhəli hallarda həkimə müraciət etmək vacibdir.